Salam uşaqlar. Deməli, birinci sizə adi kəsrlər haqqında məlumat verək. Demək, A bölünsün 5 əslində verilir həmişə adi kəsrlər. Demək, buradakı A, B mütləq natural ədəd olmalıdır. Məsələn, testdə göstəriləcək ki, adi kəsrləri göstərin. Məsələn, mənfi 2 ilə 1 heç vaxt adi kəsr ola bilməz. Məsələn, mənfi 1, burada da mənfi 2 yenə ola bilməz. Çünki A və B, yəni məxrəc və surət həmişə natural ədəd olmalıdır. İkinci, kəsrlər, məsələn, tutaq ki, 5-də 1. 5-də 1 kəsrini uşaqlar 2-yə vuranda 10-da 2 eləyir, yəni 0,2 onluq kəsr olur. Amma 3-də 1 olduqda bilirsiniz ki, kəsr xəttə bölmə deməkdir. Və bunu 1 bölünsün 3 formasında da yaza bilərik. 1-i 3-ə böldükdə bura 0, burada tam 0. 3 dəfə 3 üçün 9, 1, yenə 0 atırıq, 3, 9. Gördüyünüz kimi bu təkrarlanır. Deməli, onda təkrar olanda 3 nöqtə qoyuruq. 0 tam təkrar olan rəqəmi isə möhtərizə içərisində yazırıq. Deməli, indi sizlərə nə izahləmək istəyirəm? Bunu dövrü kəsrlər deyilir də bu kəsrlərə. Dövrü kəsrlər. Dövrü kəsrlər 2 yerə ayrılır uşaqlar. 2 yerə ayrılır. Demək, birinci saf dövrü onluq kəsrlər, saf. Bir də qarışıq dövrü onluq kəsrlər. Saf dövrü onluq kəsrlər nədir uşaqlar? Tamdan dərhal sonra təkrar gələrsə saf dövrü onluq kəsrlərdir. Qarışıq dövrü onluq kəsrlər isə tamdan sonra bir və ya bir neçə ədəd sonra dövr gələrsə. Məsələn, deyək ki, 0,25 gəlib, sonra deyək ki, 34 təkrarlana bilər. Amma burada isə 2 tam, məsələn, dərhal sonra təkrar gəldi, bu da safdır. Demək, dövrləri qarışıq adi kəsrlərə çevirməyin qaydası necədir? Qayda belədir ki, birinci safları izah eləyəsəm, tam olduğu kimi qalır. Bizdə 0 tam olduğu üçün heç nə yazmırıq. Möhtərizədə neçə ədəd varsa, məxrəcə o qədər 9 yazırıq. Sonra isə surətdə isə möhtərizədəki ədədi yazırıq 2-ni. 2 tam dövrdə 6 necə çeviririk? Yenə tam olduğu kimi qalır. Məxrəcdə möhtərizədə neçə ədəd varsa o qədər 9, surətdə isə dövrdəki ədədi yazırıq. Birini də izah eləyim. Bu qaydanı mütləq amma əzbər bilməlidir. Tam olduğu kimi qaldı. Məxrəcdə möhtərizədə neçə ədəd var? 2 dənə ədəd var. Ona görə 2, 9. Möhtərizədəki ədəd isə surətdə yazılır. Qarışıq dövrlər isə belədir uşaqlar. Demək, möhtərizədə neçə ədəd varsa o qədər 9 yazırıq. Bir dənə ədəd var deyə 9. Möhtərizə və tam və möhtərizə arasında neçə ədəd varsa 0 yazırıq. Bir dənə 5 var deyə 0. Sonra vergüldən sonra, yəni tamdan sonra yerləşən ədədləri birləşdiririk bir yerdə, bir ədəd düzəldirik 53. Çıxırıq vergüllə möhtərizə arasındakı ədədi. Keçək bu hissi, bunu izah edeyim. Yenə möhtərizədə 2 ədəd var deyə 2 dənə 9. Möhtərizədən qabaq 2 ədəd var deyə 2 dənə 0. Surətdə tamdan sonraki ədədləri birləşdiririk. 2534-dən çıxırıq tam və möhtərizə arasındakı ədədi. Hərflə izah eləməyə ehtiyac varsa, A tam B, C, D, Y, F olduqda A tam qalır. 3 dənə 9 yazırsınız. 2 dənə 0. B, C, D, Y, F-dən çıxırsınız B, C-sini. Yəqin ki, başa düşdünüz bunu. Sonra uşaqlar, məsələn, deyək ki, kəsrlərin toplanmasını izah eləyək sizə. Kəsrlər toplanması zamanı birinci məxrəcləri eyni olan kəsrlər olsun. Məsələn, deyək ki, məxrəcləri eyni olan kəsrlər varsa, toplayan zaman məxrəci olduğu kimi saxlayırsınız, surətləri toplayırsınız. Olur 5-də 3. Əgər məxrəclər fərqlidirsə, məsələn, 5-də 2 üstəcələ deyək ki, 4-də 3. Bu zaman məxrəclərə ortaq məxrəc tapırsınız. Yəni, ortaq məxrəc əkop deməkdir. 5 və 4-də ortaq məxrəc 20-ni götürürsünüz. 20-ni 5-ə böləndə 4 dəfə, 4-ə böləndə 5 dəfə, o da olur 8 üstəgəl 15, 20-də 23. Bu da gördüyünüz kimi düzgün olmayan kəsirdir. 1 tam 20-də neçə olur? 3. Tutaq ki, bu mənfi 7-də 3, üstəgəl 2-də 1-dir. Fərq yoxdur. İstəyir 1 mənfi olsun, istəyir 2 mənfi olsun, yəni özünüzü qorxutmayın. Yenə ortaq məxrəc tapırıq. 14-ü 7-yə böləndə 2 dəfə, 2-yə böləndə 7 dəfə, 3-ü 2-yə vururuq, mənfi 6 üstəgəl 7. Sonra isə 14 qalır. Surətdə baxırıq, 1 mənfi, 1 müsbət olanda bilirsiniz ki, böyük rəqəmdən kiçik rəqəmə çıxıb böyüyün işarəsini qoyuruq. 7-dən 6-sını çıxıram, olur 1, 14-də 1.
Sonra dördüncü vurulma zamanı uşaqlar. Məsələn 5-də 1 vurulsun deyək ki 4-də 3. Kəsirləri vurarkən bir qayda necədir? İxtisar varsa ixtisar edirik, baxırıq. İxtisarımız yoxdur. Bu zaman məxrəcə vururuq, surəti isə surətə vururuq. İndi məsələn tutaq ki bizim misalımızda bir dənə ixtisar olsun. Belə bir misal olsun. Bu zaman baxırıq. 6 ilə 3 ikisi 3-ə bölünür. Burada 1, burada 2. 10 ilə 5 ikisi 5-ə bölünür. Burada 1, burada 2. 2-də 2, sonra da 2-lər ixtisar gedir, 1 alınır. Əgər qarışıq kəsirlər olarsa 3-dən 5-də 3 vurulsun, məsələn 4-dən 2-də 1. Ümumiyyətlə yadınızda saxlayın. Qarışıq kəsirləri vurmaq olmur. Yəni mütləq onu düzgün olmayan kəsirə çevirib sonra vurmalısınız. Çeviririk, 5 qaldı. 3 5-ini 15, üstünə 3-ün gələndə 18 vur. Məxrəc olduğu kimi qalır. 4-ü vururuq 2-yə 8, üstünə 1-in gəlir 9. Baxırıq, ixtisar var, var. 18 ilə 2-ni ixtisarladık, 9, 1. Bu da 5-də 81. Burada 81-i 5-ə bölüb 16 tam 5-də 1 yaza bilərik və yaxud da ki 16 tam 0-onda 2-də 16 tam 10-da 2 kimi yaza bilərik. Onluq kəsirə çevirək. Sonra 5-ci kəsirlərin bölünməsini izah edək. Məsələn 5-də 1 bölünsün 4-də 3. Qayda belədir ki, birinci olduğu kimi qalır, bölmə vurma ilə əvəz olunur. İkincini tərsinə çevirirsiniz. Sonra vurmanın qaydasını tətbiq edirik. 10, 5-də neçə olur? 4. Yəni bu hamısında elədir də. Yəni istəyir qarışıq kəsir olsun, istəyir adi kəsir olsun, istəyir ədəd olsun, fərq yoxdur. Qayda bir dənə olur. Baxın, məsələn 8 bölünsün 2-də 3 olanda baxın 8 qaldı. Bölməni vurma ilə əvəz elədim. 2-də 3-ü tərsinə çevirdim, 3-də 2 yazdım. Sonra bilirsiniz ki, tək ədədlərin altında 1 var da, düz deyil. Onsuz da 1-də 8, elə 8 deməkdir. Baxırıq, ixtisar yoxdur deyə 1-i 3-ə vurduq, 3. Burada neçə oldu? 16. Yenə 16-ın böləndə 3-ə 5 tam 3-də neçə olacaq? 1 olacaq. Sonra 6-cı ədədin hissəsinin tapılmasını deyək sizə. Ədədin hissəsinin tapılması. Ədədin hissəsinin tapılması, uşaqlar qaydası belədir ki, ədədi hissə göstərən ədədə vururuq. Hissə göstərən ədədə vur. Məsələn, deyək ki, 60 ədədinin 3-də 2 hissəsi. 3-də 2 hissəsi. Deməli, siz burada 60 ədədini vurmalısınız 3-də 2. Vurma zamanı 60-dan 3 ixtisar getdi. 20, 20-ni də 2-yə vururuq. Neçə elədi? 40. 7-ci hissəsinə görə ədədin tapılması. Hissəsinə görə ədədin tapılması. Ədədin tapılması. İndi isə misalımızı belə deyək. 3-də 2 hissəsi 60 olan ədədi tapaq. 60 olan ədəd. Qayda belədir uşaqlar. Hissəsinə görə ədədi tapan zaman ədədi, yəni 60-ı bölürük hissə göstərən ədədə. Demək, bu da 60 vuraq 2-də 3. 60-dan 2 ixtisar getdi 30. 30-da 3-ə vururuq. Neçə elədi? 90 oldu. Uşaqlar, baxın, məsələn, belə suallar olur 8-ci qaydaya. Demək, 20-də 3, 35-də 2, 50-də 3, 37-də 8, 8-də 1 və yaxud da belə bir kəsirlər verəcək. Deyəcək ki, məsələn, hansılar sonlu onluq kəsirlərdir. Sonlu onluq kəsirlərdir. Demək, siz nəyə fikir verin? Kəsirlərdir. Demək, baxın, burada sonlu onluq sözü var. Buna fikir verin. Onluq sözü 2 vur 5 demək deyil. Yadınızda saxlayın. Onluq görən kimi tez 2-5 qaydasını yadınızda saxlayırıq. Bu nədir? Qaydanı belə deyirik ki, demək deyirik ki, kəsirlə ixtisar varsa, birinci bura diqqətli olaq. İxtisar varsa, ixtisar edirik. İxtisar edirik. Sonra məxrəci vuruqlara ayırırıq. Məxrəci vuruqlara ayırırıq. Vuruqlara ayırırıq. 2 və 5 vuruğu olan kəsirlər məxrəzdəki elə bir ədədin vuruqları 2 və 5-dən ibarətdirsə belə kəsirlər sonlu onluq kəsirlərdir. Sonlu onluq kəsirlərdir. Demək, indi belə eləyək. 20-də 3 baxırıq ki, ixtisar getmir, düzdür. 20-ni ayırırıq sayda vuruqlara 10, 2-yə 5, 5, 1. Hamısı 2 və 5-dir deyə deməli bu oldu. Üstəlik qoyaq.
Sonra 35'te 2 ixtisar getmir. 35'i ayırıram sayda vuruqlarına. 35 5'ə 7 7 1. Burada 7 vuruğu var. Ona görə demək bu son onluq kəsir olmur. 50-ni ayırıram. 52-yə 25, 5-ə 5, 5-ə 1. 2 və 5 olduğu üçün olur. 35'te 7. Uşaqlar bax, ixtisar varsa ixtisara diqqət elən. Çox uşaq ixtisara fikir vermir, direkt 35'i başlayır ayırmağa, burada 7'ni görür deyə olmaz. Amma siz bax 35'te 7'ni ixtisar eləsəydiniz 5'te 1 olacaq. 5'te 1 sonlu onluq kəsir olur. 8'de 1, 8 2 4 2 2 1. Hamısı 2 olduğu üçün bu da olur. Demək qaydamız belə oldu. İxtisar varsa ixtisar edirik. Sonra məxrəzdəki ədədi sayda vuruqlarına ayırırıq. 2 və yaxud 5 vuruğundan ibarət olan ədədlər sonlu onluq kəsirlər olacaq. İndi uşaqlar, indi bura bir dənə belə bir düstur qeyd eləmişəm. 2 və 5 vuruqların hasili çıx 1. Bu nəyə lazımdır? Sual belə verilir ki, məsələn, məxrəci 35 olan neçə düzgün kəsir? Neçə düzgün kəsir? Düzgün kəsir. Sonlu onluq kəsirdir. Sonlu onluq kəsirdir. Onluq kəsirdir. Siz nə edəsiniz? Demək 35'i ayırırsınız sayda vuruqlarına. 5 7 7 1. Demək 2 və 5. Burada 35'te bir dənə 5 var deyə 5'dən birini çıxırsınız 4. Demək 4 dənə kəsirimiz sonlu onluq kəsirdir. Desəydi ki, neçə dənə dövrü kəsir vardı? Demək 34'dən 4'ün çıxacaqdınız 30 edir. Niyə 34'dən çıxırıq? Çünki bizdə düzgün kəsir deyilir. 35'də 1'dən belə yazanda 35'də 34'ə qədər yazırıq biz. Demək 34 dənə düzgün kəsir var toplamda. 34 dənə düzgün kəsir var. Bunlardan 4'ü sonlu onluq kəsirdirsə, demək 34'dən 4'ün çıxanda 30 dənəsi də nə olacaq? Dövr kəsirlər olur. Sonra nələrə fikir verək? Uşaqlar, kəsirlərdə müqayisələrdə çox diqqətli olun. Məsələn, deyək ki, A bərabərdir 25'də 17'dir. B bənddə məsələn 25 25 17 17'dir. Aha, belə. Demək, belə suallarda uşaqlar fikirləşməyin ki, görüm hələ bu ədəd neçəyə ixtisar gedəcək. Bunları neçəyə ixtisar edeyim. Bir qayda kimi yadda saxlayın ki, eyni rəqəmlər təkrar olunursa silə bilərsiniz. Baxın, burada 17'lərin hərəsindən birini silirəm. Elə 25'də neçə qaldı? 17. Demək, onda A ilə B nəymiş? Bərabər. Məsələn, misal deyim sizə. 7'də 4, 77'də 44, üstəgəl 777'də deyək ki 444, üstəgəl 7777, 4444. Aha. İndi bunu qaydamı bilməyəndə uşaqlar başlayır deyir 77 ilə 44 11'ə gedir, müəllim bunlar 111'ə gedir, bunlar 1011'ə gedir. Neçə ixtisar? Amma dedik ki, təkrarlarımızı silirik. Baxın, buradan 7'ləri 4'ləri sildim. Buradan da bunları sildim. Demək, qaldı 7'də 4, üstəgəl 7'də 4, üstəgəl 7'də 4, üstəgəl 7'də 4. Demək, 4 dənə nə oldu? 7'də 4. 7'də 16 və yaxud da ki, istəyirsinizsə məxrəclər eynidir. Məxrəc qalır, üstdəki 4'ləri toplayırsınız, 7'də 16 alırsınız. Sonra 10-cu qaydamız belə deyək. Məsələn, A bərabərdir 15'də 12. Məsələn, B bərabərdir olsun 17'də 14. C də olsun 18'də 15. Baxın. Demək, belə misallar görən kimi hamınız bilirəm ki, deyirsiniz ki, asandır da. Buradan əvvəl biz ortaq məxrəc tapmalıyıq. Amma baxın, 15'ə, 17'yə, 18'ə ortaq məxrəc çətindir. Və yaxud da ki, 12, 14, 15 yenə çətindir. Demək, qaydam nədir? Demək, məxrəc və surətin fərqinə baxın. Surətin fərqinə bax. Fərqinə bax. Baxın, 15 ilə 12 arasındakı fərq neçədir? 3. 17 ilə 14 arası fərq 3'dür. 18 ilə 15 arasında fərq 3'dür. Əgər hamısında eyni fərq varsa, yəni eyni ədəd olursa, onda belədir ki, rəqəmləri böyük olan kəsir böyükdür. Rəqəmləri böyük olan kəsir böyükdür. Böyük olan kəsir böyük. İndi bu nə deməkdir? Çox uşaq deyir, ay müəllim, o nə deməkdir ki, rəqəmlər böyük? Yəni, bax da, məxrəci böyük olan, ya sürəti böyük olan böyükdür da. Məsələn, mən məxrəclərə baxıram. Məxrəclərə baxıram ki, 15, 17, 18 demək hansı böyük olacaq? C, sonra B, sonra A. İstəyirsənsə də sürətə bax, fərq yoxdur. İndi 11-ci qayda olaraq da biz bunları düzgün olmayan kəsir deyək. Baxın, eyni misal deyirəm, sadəcə tərsinə çevirirəm. Rəqəmlər 15-də 18. İndi bunlarda da görürsünüz, fərq 3'dür, yenə fərq 3'dür, fərq 3'dür. Demək, düzgün olmayan kəsirlərdə,
Kiçik olan böyük olacaq. Fərqi eynidirsə. Görsən, aha, düzgün deyil də, yəni kiçiyə böyük, böyüyə kiçik deyəcək. Demək kiçik olan hansıdır? A, sonra B, sonra hansı olacaq? C. Yadınızda saxlayın bu qaydalarımızı.